Nənəm deyirdi ki, bala, gözələ Allah çox şey verir, çirkinə bir şey verir. Gözəl həyatı olur onun. Qadına nə lazımdırsa onu ondan alır və ona gözəl talih, gözəl ailə verir və elə ailə başçısı da verir ki, evin içində də onu o idarə eləyir. Qadın yox, kişi onu idarə eləyir hər şeydə. Amma bəzən təəssüflər olsun ki, hər şeyin yerini bilən, gözəl, göyçək, hər şeyi yeri və yerində olan o xanımlarımızın bəzən talehi gətirmir. Uşaq vaxtından bizə yeridilən ən güclü dogmalardan biri qadınları, insanları avtomatik şəkildə xarici görünüşünə müəyyən bir kateqoriyalara bölməkdir. Xüsusən qadınlarla bağlı bu kateqoriyalara bölməkdir ki, var çirkin qadınlar, var gözəl qadınlar. Yəni kodların yeritdiyi dogmaların sayəsində bizdə belə bir fikirlər formalaşır ki, əgər mənim xarici görünüşüm cəmiyyət tərəfindən bəyənilirsə, xoş görünüş kimi təqdim olunursa, demək ki, mənim bəxtimlə bağlı müəyyən bir problemlər ola bilər. İnsanlarla münasibət qurmaqda çətinlik çəkə bilərəm. Çünki mən digər xanımlara baxanda daha baxımlı, daha gözəl görünürəmsə, demək ki, həyat buna görə məni cəzalandıra bilər və mənim bəxtim açıq olmayacaq və münasibətlərlə bağlı mənim problemlərim yaşanıla bilər. Və bu da çirkin və ya da əyrimçək kimi adlandırdığımız qadınlar, onlar daha gözəl münasibət qura bilirlər. Niyə? Çünki onlar sanki bunun mükafatı olaraq münasibətlərdə xoşbəxt olduğunu vurğulayırlar. Əslində bu ən böyük illüziyalardan biridir. Çünki münasibət qurmaq insanın xarici görünüşündən daha çox münasibətlərə psixoloji hazırlıq olmaqla bağlıdır. Uşaq vaxtında hansı ailə modellərini gördük? Ailə daxilində valideynlər bir-biri ilə necə münasibət qururdu? Ətrafı ilə necə münasibət qururdu? Uşaqlar özlərinə qarşı hansı münasibət görürdü? Buna əsasən müəyyən bir bağlanma tərzləri formalaşır. Həmin bağlanma tərzlərinə görə, bizim ailə daxili gördüyümüz münasibət modelinə görə bizim bir filtrimiz formalaşır. Həmin filtra əsasən biz özümüz üçün potensial partnyor, insan, həyat yoldaşı da seçirik. İnsanın sağlam və xoşbəxt münasibətlərin qurulması onun özünün belə daxili, davamlı şəkildə psixoloji əməyinin bir nəticəsidir. Çünki insan davamlı şəkildə öz doqmalarını, onu idarə edən mədəni kodlarını, onda formalaşan bağlanma tərzini, o bunu sorğulamırsa, bunun üzərində çalışmırsa, xarici görünüşündən asılı olmayaraq, o bir çox məqamlarda, münasibətlərdə ciddi mental yüklərlə üzləşəcək. Odur ki, əziz və dəyərli qadınlar, xarici görünüşlə bağlı sosial mediada deyilən heç bir fikirlərə və doqmalara inanmayın. Çünki gözəllik özü nisbi bir anlayışdır və mən reallıqda daha çox gözəllik görürəmsə, daha çox gözəl insanlar görürəmsə, deməkdir ki, bu mənim həyata olan baxışımla bağlıdır. Bu mənim öz istəyimlə bağlıdır ki, onları özüm gözəl görə bilim.